Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Salam, dəyərli izləyicilər. Yeni bir video ilə yenidən qarşınızdayıq. Bu videoda sizlərə əlillik pensiyaları və əlillik müavinətlərinin mümkün artımı ilə bağlı son vəziyyət barədə məlumat təqdim edəcəyik. Əlillik pensiyalarında artım olacaqmı? Əgər artım baş verərsə, bu hansı tarixdən tətbiq edilə bilər və məbləğlər nə qədər dəyişə bilər? Bütün bu suallara videomuzda ətraflı şəkildə toxunmağa çalışacağıq. Bəli, hörmətli izləyicilər, indi isə mövzuya daha ətraflı keçid edək. Əlillik pensiyalarının, daha dəqiq desək əlilliyə görə verilən sosial müavinətlərin artırılması ilə bağlı son dövrlərdə vətəndaşlardan bizə çoxlu sayda suallar daxil olur. Xüsusilə də əmək pensiyalarında artım baş verdikdən sonra izləyicilərimiz əlillik pensiyaları və sosial müavinətlərin də artırılıb-artırılmayacağı barədə bizə tez-tez müraciətlər edir və bu mövzuda daha dəqiq məlumat almaq istəyirlər. Qeyd etmək istəyirəm ki, hörmətli izləyicilər, hazırki vəziyyətdə Azərbaycanda əlillik pensiyalarının, yəni əlilliyə görə verilən müavinətlərin yenidən artırılması ilə bağlı rəsmi şəkildə təsdiqlənmiş hər hansı qərar açıqlanmayıb. Əmək pensiyalarının artımı ilə bağlı rəsmi qərar verildiyi üçün biz həmin mövzu ilə bağlı sizlər üçün bir çox videolar və cədvəllər hazırlayıb paylaşmışdıq. Lakin əlillik müavinətlərinin artırılması ilə bağlı rəsmi məlumat olmadığı üçün bu mövzuda indiyə qədər ayrıca bir məlumat təqdim etməmişdik. Daha əvvəl xatırlayırsınızsa, əmək pensiyalarının artırılması ilə bağlı sizə ətraflı məlumatlar vermişdik və müxtəlif cədvəllər təqdim etmişdik. Hətta ötən ildən başlayaraq pensiyaların mümkün artımı və gələcək məbləğləri barədə də bir neçə video hazırlamışdıq. Həmin videolarda pensiyaların nə qədər olacağı ilə bağlı təxmini hesablamalar və məlumatlar paylaşmışdıq. Hörmətli izləyicilər, bildiyiniz kimi Azərbaycanda əmək pensiyaları fevral ayında indeksasiya olunaraq artırılmışdı. Bu indeksasiya prosesi 9,3% səviyyəsində həyata keçirilmişdi və nəticədə əmək pensiyalarının məbləği həmin faiz dərəcəsinə uyğun şəkildə yüksəldilmişdi. Biz də bu artımla bağlı sizə bir neçə cədvəl və izahlı məlumat təqdim etmişdik ki, hər kəs öz pensiyasının nə qədər artdığını və yeni məbləğin nə qədər olduğunu daha rahat anlaya bilsin. Lakin həmin məlumatların içərisində əlillik müavinətləri ilə bağlı ayrıca artım haqqında qeyd etməmişdik. Bunun səbəbi isə çox sadədir. Çünki əlillik müavinətlərinin artırılması ilə bağlı həmin dövrdə yeni və rəsmi məlumat mövcud deyildi. Rəsmi qərar olmadığı üçün də bu mövzuda ayrıca video hazırlamaq və dəqiq məlumat təqdim etmək mümkün deyildi. Xatırlatmaq istərdim ki, əlillik müavinətləri sonuncu dəfə 2025-ci ilin iyul ayında artırılmışdı. Həmin dövrdə bir çox sosial müavinət və təqaüdlərdə dəyişiklik edilmişdi və əlilliyə görə verilən müavinətlərin məbləği də artırılmışdı. Məhz həmin artım 2025-ci ilin 1 iyul tarixindən etibarən qüvvəyə minmişdi. Məsələn, 3-cü dərəcəli əlilliyə görə verilən müavinət 150 manatdan 180 manata qədər artırılmışdı. 2-ci dərəcəli əlilliyə görə verilən müavinət isə 220 manatdan 250 manata qaldırılmışdı. Qeyd edim ki, hörmətli izləyicilər, 1-ci dərəcəli əlilliyə görə verilən müavinət də həmin vaxt artırılaraq 250 manatdan 300 manata çatdırılmışdı. Biz də həmin dəyişikliklərlə bağlı sizlər üçün videolar hazırlamış və bütün bu məlumatları ətraflı şəkildə paylaşmışdıq. Lakin bundan sonra əlillik müavinətlərinin növbəti dəfə artırılması ilə bağlı yeni və rəsmi məlumat açıqlanmadığı üçün bu mövzu ilə bağlı əlavə video paylaşmamışdıq. Əmək pensiyaları ilə bağlı isə mütəmadi olaraq məlumat verməyə davam etmişdik. Bildiyiniz kimi, əlillik müavinətləri artıq ötən ilin iyul ayında artırıldığı üçün növbəti artımın bu ilin hansısa aylarında həyata keçirilə biləcəyi barədə ehtimallar səsləndirilir. Lakin indiki mərhələdə bu artımın dəqiq vaxtı və məbləği ilə bağlı rəsmi qərar elan edilməyib. Onu da qeyd edək ki, fevral ayında əmək pensiyalarının indeksasiyası zamanı bəzi pensiya növlərində artım baş vermişdi. Xüsusilə əlilliyə görə verilən əmək pensiyalarında və ailə başçısını itirməyə görə verilən əmək pensiyalarında müəyyən artımlar qeydə alınmışdı. Bu barədə də sizlər üçün ayrıca video hazırlayıb məlumat vermişdik.
Lakin ailə başçısını itirməyə görə verilən sosial müavinətlərdə və əlilliyə görə verilən sosial müavinətlərdə, yəni müavinət kateqoriyasına aid ödənişlərdə həmin vaxt artım baş verməmişdi. Bunun səbəbi isə bu müavinətlərin sonuncu dəfə 2025-ci ilin iyul ayında artırılması ilə bağlıdır. Buna baxmayaraq, əlillik müavinətlərinin yenidən artırılması ehtimalı ilə bağlı müəyyən müzakirələr aparıldığı bildirilir. Xüsusilə bu müavinətlərin məbləğinin aşağı olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir və onların bir qədər də artırılmasının mümkün olduğu qeyd edilir. Müzakirə olunan ehtimallara görə 3-cü dərəcəli əlillik müavinətinin təxminən 40 manat artırılaraq 220 manata çatdırılması, hazırda 250 manat olan 2-ci dərəcəli əlillik müavinətinin 300 manata qədər yüksəldilməsi və 300 manat olan 1-ci dərəcəli əlillik müavinətinin isə 350 manata çatdırılması kimi təkliflər gündəmdədir. Lakin bir daha vurğulamaq lazımdır ki, bu rəqəmlər hələlik yalnız müzakirə səviyyəsindədir və rəsmi qərar olmadığı üçün bu barədə qəti məlumat vermək mümkün deyil. Əgər bu istiqamətdə rəsmi qərar qəbul olunarsa, biz də dərhal sizə daha dəqiq və təsdiqlənmiş məlumat təqdim etməyə çalışacağıq. Hörmətli izləyicilər, videomuz artıq sona yaxınlaşır. Növbəti videolarımızda sizlərə ünvanlı dövlət sosial yardımı ilə bağlı qaydalarda gözlənilən dəyişikliklər barədə də ətraflı məlumat təqdim edəcəyik. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.